Salam əziz şagirdlər. Yeni test toplusu 2025-dən belə bir suala baxırıq. Faizə aid sualdır. Şabalın ümumi ağırlığının 30%-ni, fındığın isə ümumi ağırlığının 40%-ni qabıq təşkil edir. 1 kiloqramın qiyməti 5 AZN-dən 30 kiloqram şabalıd və 1 kiloqramın qiyməti 6 manatdan 25 kiloqram fındıq alınmış və qabıqdan ayrılaraq qarışdırılmışdır. Qarışığın 1 kiloqramını neçə AZN-ə satmaq lazımdır ki, 20% mənfəət əldə etmək mümkün olsun? Bu məsələyə fərqli cür yanaşa bilərik. Mən bu cür yanaşmağı seçirəm. Görün mən 5 kiloqram, 5 manatdan 30 kiloqram şabalda və 6 manatdan 25 kiloqram fındığa nə qədər pul verəcəm? Birinci bunu tapım. Deməli, onda 5 kiloqramı vuracam, 5 manatı vuracam 30 kiloqrama. 150 manat şabalda pul xərcləmişik. 6 manatdan da 25 kiloqram fındıq almışıqsa, 150 manat da fındığa pul xərcləmişik. İndi bizə deyir ki, elə etmək lazımdır ki, 20% mənfəət əldə olunsun. 20% mənfəət. Biz ümumi nə qədər pul xərcləmişik şabal və fındığa? 300 manat. 300 manatdan 20% mənfəət əldə etmək, yəni 300 manatı 20% artırmaq deməkdir. Bunu da 2 üsulla yazaq, gəlin. 1. 300 manatın üzərinə 300 manatın 20%-ni gələ bilərik. Deməli, burada eləyəcək 60, 300, 360. 2. 300 manatı, 300 ədədini və yaxud da 20% artırmaq. 300 ədədinin 20% artırırıqsa, yəni onun birbaşa ilə 120%-ni tapmaq deməkdir. Bu da, yəni eyni qaydada 360 manat edəcək. Deməli, biz qarşımı kiloqramın elə bir qiyməti təyin eləməliyik ki, satışdan nəticədə 360 manat pul əldə edək. İndi başlayaq məsələnin digər hissələrinə keçək. Deməli, deyir, şabalın ümumi ağırlığının 30%-ni qabıq təşkil edir. Ümumi ağırlığın 30%-ni qabıq təşkil edirsə, şabalın ümumi ağırlığı 30 kiloqramdır. 30 kiloqramın 30% qabıqdırsa, 70%, yəni təmiz hissədir və yaxud da belə deyək, loru dillə desək, ləpədir. Yəni şabalın ləpəsi olacaq. Ona görə mən onun birbaşa 70%-ni tapıram. Bunu da yenə də gəlin 2 üsulla yazaq. 1. Onun birbaşa 70%-ni tapmaq. Bu eləcək 25 kiloqram. Bu oldu nə? Ləpə. 2. 30 kiloqramdan çıxacam. Nə deyir? 30 kiloqram şabalıdırmı? 30%-i də qabıqdır. Yəni 30 kiloqramdan 30-un 30%-nin çıxacaq. Burada da yəni qiymət eyni alınacaq. 30-dan çıxacaq 9-u, 21 kiloqram ləpə. İndi isə şabaldı bu cür hesablayaq. Onu da gəlin 2 cür göstərim ki, bu faizi azaltma, artırma ümumilikdə tam həkk olsun beynimizə. Deməli, fındığın 40%-ni qabıq təşkil edir. Fındıq neçə kiloqramdır? 25 kiloqram. Gördükmü? Deməli, bunu da 2 üsulla. 1. 25 kiloqramdan 40% qabıq çıxmaq üçün 25-dən 25-in 40%-ni çıxa bilərəm. Hesablasaq, deməli, eləyəcək 15 kiloqram. Bu nədir? Ləpə. Biz qabığı çıxdıq, ləpəni tapdıq. 2. 25-in 40%-ni qabıq təşkil edirsə, onun deməli 60%-ni birbaşa tapmaqla mən yenə ləpəni əldə edəcəm. Burada da yenə 150, 15, bəli, 15 kiloqram alınacaq ləpə. Deməli, bu bizə 21 kiloqram göstərir şabaldı. 15 kiloqram göstərir fındığı. Deməli, nəticədə mənim ləpəm, yəni qarışıq deyir burada, düzdürmü? Qabıqdan ayrılaraq qarışdırılıb. Qabıqdan ayırdım, məndə 21 kiloqram şabalıd var, 15 kiloqram fındıq var. Qabıqdan ayırdım, sonra qarışdırdım. Nə qədər oldu cəmi? 36 kiloqram. Bəs mən bundan 20% mənfəət əldə etmək üçün neçəyə satmalıydım? Yəni, daha doğrusu, neçə manat gəlir əldə eləməliydim? 360 manat. Deməli, onda 1 kiloqramın qiyməti tapmaq üçün 360 manatı böləcəm 36 kiloqrama. Bu da mənə göstərəcək 1 kiloqramın qiyməti. 1 kiloqramın qarışığın
ləpə qarışığının 1 kiloqramını 10 manatdan satsaq 20% mənfəət əldə etmiş olarıq.